Deyir ki, mən belə göyçək, qəşəng qadınam, amma ərim mənə xəyanət edir. Niyə? Həqiqətən baxırsan, doğrudan çox göyçək, qəşəng qadındır, xanımdır da belə, əsl mənasında da. Bəlkə də o dünya gözəllərindən biridir. Bizdə o qədər gözəl xanımlar var ki, mən Bernard Shaw'nun bir sözü yadıma düşür. Deyir ki, gözəllik əlbət ki, yaxşıdır. Amma 3 gün o evdə olandan sonra kim onu görür? İnsanda belə bir xüsusiyyət var, adaptasiya, uyğunlaşma. İnsan hər şey vərdiş edir. Pula da vərdiş edir. Bir müddət xoşbəxt olur, çoxlu puldan sonra o xoşbəxtlik harasa gedir. Qalan pul olur. Eyni zamanda qadın da belədir. Çox gözəldir, qəşəngdir. Baxırsan, bir müddət sənə yaxşı belə təəssürat baxışdırır, sonra adiləşir sənin üçün. Sənin öz arvadın da belə sənin üçün adiləşir. Orada deməli başqa məqamlar da var. Birincisi, qadından çox şey asılıdır. Qadın çox yaxşı, qəşəng görünməlidir hər gün. Üzrsən, ər evə gəlir, başı yağlı, başını ilə sənə bağlayıb, başım ağır, yemək pişirmişəm, yemək orada qoymuşam qabağıma. Belə münasibət olmamalıdır. Üzü gülər olmalıdır. Birincisi, ikincisi, ərinin siyasi, nə bilim, idman maraqlarıyla o da maraqlanmalıdır. Nəsə oxumalıdır internetdə, nə qədərsə məlumat var. Əri bələt edirsə, nə bilim, hansı bir futbol klubuna, o klub haqqında, oyunçular haqqında, əri oturub futbolu baxanda, popcorn yiyəndə, bir də yanında oturmalıdır, biraz bu baxımdan söhbət eləməlidir. Görür ki, ərinə çox maraqlıdır bu. Bu da onu biraz öyrənməlidir də, heç olmasa. Bu da futbolla maraqlansın. Burada nə var ki? Yaxud hansı bir filmə bir yerdə baxıb müzakirə. Onlarda o birləşmə məqamları olmalıdır. Mən xatırlayıram, deməli, bu keçmişdə olmuşdu, nə bilim, bir 8 ilin söhbətidir, amma bir əlavə deyir, biz o qədər deyir, xoşbəxt idi, mənə deyirlər. O qədər xoşbəxt idi, birdən-birə bizim xoşbəxtçiliyimiz yox oldu. Belə suallar, poboçlu suallar ayrılıqda da verdim və s. Çox maraqlıdır, mən dedim ki, son belə bilindi ki, deməli, bunlar ikisi də siqaret çəkirdi. Sonra əri siqareti tərgizdi, diyorlar ki, bunlar da həmişə mətbəxdə otururlar, ikisi bir yerə siqaret çəkirlər. Əri siqareti tərgizdi, arvadı davam edirdi siqaret çəkməyə. Deməli, artıq o birləşmə nöqtələri mətbəx idi. Onlar hər gün bir 15-20 dəqiqə, 1 saat oturdular, siqaret çəkirdilər, çay içi söhbət edirlər. Bir siqaret təqdirlərində o birləşmə nöqtələri olmadı. O birləşmə məqamları sonra deyirlər ki, xəyanət niyə edir? Ümumiyyətlə, bilirsiniz, orada çox nüanslar var, çox məqamlar var. Eyni zamanda bilirsiniz, kişi necə münasibət göstərməyə qadirdir. Həmişə, hər gündə olsa biraz deməlidir ki, sən ən qəşəngsən, ən gözəlsən. Eyni zamanda baxınız, o kişilər artıq bizdə qəbul olunub da, qadın xəyanət edə bilməz. Və bu aksiomadır bizim kişilər. Ona görə nə edirəmsə, ezimdən boşanacaq məndən, boşansa cəmaat nə deyəcək, nə fikirləşəcək. Və belə şantaj yollarına və s. qadını əsarət altında saxlayırlar. Qadın gül alıb evə gələ bilər. Kişi soruşur, normal kişi, gül hardandır? Qadın deyir ki, elə belə özüm almışam. Həqiqətən də özü alıb. Və kişidə görürsünüz ki, şübhələr oyanır. Bəlkə kimsə bağışlayıb onu işdə. O şübhələr stimullaşdırır seksual münasibətləri də. İnanmaya bilərlər, deyirlər ki, belə deyil, bu nə danışır ümumiyyətlə, bu psixoloq deyil ümumiyyətlə. Bu həqiqətdir. Acı da olsa biz bunu qəbul etməliyik. Odur ki, var. Özləri öz daxillərinə nəzər, öz fikirlərinə, duyğularına nəzər salsınlar. Görəcəklər ki, hansısa bir qız məktəbdə, bütün oğlanlar onun da heç qəşəng də qız deyil. Bir oğlan onu dalcan qaçırır, digərləri heç vaxt fikir verməzdi ona. Biri onu dalcan qaçırır qızın da, istəyir onu sevir, digəri də induksiya gedir, kişidən bir. Bir gözdən bir dənə qızı, özü belə də qəşəng qız deyil ha. Bütün sinif sevir, bütün sinifin oğlanları, yaxud bütün məktəb. Nə baş verir? Ümumiyyətlə. Bax, belə bir məqamlar var. Həmişə o kişinin daxilində gərək o stimul, şübhə yaşatsınlar ki, orada məhəbbət ölməsin. Tam məhəbbət öz əksini tapmamış bir hissdir.